Haftaya gəlirlər. İri it oxşayır özdə. Maraqlı olacaq. Mən bunu çünki əmin deyirəm saxlaya biləcəyimə. Bilmirəm ki. Çox bəkdə bez boşda. Bez boşda. Burada var. Gəlin burada qarşılaşsınlar. Bırak. Bırak qabağa. Bez bir an kes. Yox, girəcək, o girəcək. O raz hiss olunur. Girmək istəyirəm. Hadi. İkin bir tane arkası. Çok oğlu istiyor. Yo, ağaç koymur axı. Ona bax. Bək takma. Qoy bez yaxınlaşsın. Götürəcək axı. Kamera götürməyəcək. Hansı? Yox, bugün-bugüna gətirin də posta. Biraz süz Hadi onu boşlayın. deyirəm. Bir daha mı boşlayın? Salam əzizlərim, çoxdandır sizə söz verdiyim iddia məsələsinə gəlmişik çəkməyə inşallah ki. Yadınızdadırsa, İtbazlar Azərbaycandan Sarı, XL Dogs, Əhmədin itlərindən isə Alaş iddiaya qatılmışdı. Məsələ burada nədən ibarət idi? Mən iddia edirəm ki, Azərbaycanda 4 dənə, 5 dənə iri dişi varsa, onların biri budur. Ən iri dişilərdən biri budur. Yazırlar kommentariyada, bizdə var idi amma öldü. Nə bilim. Bizdə var amma rayondadır, göndərmişəm. 118 kilo it görmüşəm dişi. Heç bir ortalıqda yoxdur, niyə? Yəni sözdə var, amma göstərən yoxdur bunu deyim. Göstərən varsa, Bəli. problem yoxdur. Gətirin iti. Yol pulunu da veririk. Gətirin video çəkək. Amma balaca çıxsa yol pulunu qaytaracaqsınız. Buradan salamlayırıq o qardaşı da. Dırnağı bərk olsun bütün heyvanlarının. Hı. İnşallah bir dənə üzləşdirərik. Yaxşı olar. Sən kimsən? Hansı it böyük olar? Belə deyək də, yorumda Bəli. heyvansevərlər fikirlərini bildirər. Aha. Həmçində biz o qardaşla tanış olarıq. Əlbəttə, əlbəttə. O da itbazdır, biz də itbazıq. İrilik üzərində iddia. Yadınızdadırsa, hamınıza demişdim ki, burada məsələ sırf izləyicilər tərəfindən qərar veriləcək. Mən burada düzgün şəkildə hamının razılığı ilə gördüyümüz, ölçdüyümüz çəkini, boyu hamısını sizə bildirəcəm. Siz də oradan kamera arxasından gördüyünüz rəyləri bildirəcəksiniz və düzgün şəkildə xahiş edirəm, tərəfkeşliyi eləməyək, heç kimin tərəfini saxlamasın. Düzgün şəkildə qərarımızı verək və nəticə etibarilə biləcək ki, həqiqətən də iri olan heyvanımız hansıdır. Qardaşları demişdim keçən dəfəki çəkilişdən ki, bir-birlərini belə canlı olaraq tanımırdılar. Bu, necə deyərlər, itlərin sayəsində tanış oldular. Bir daha sizə təqdim edirəm İlkin qardaş, Sarının sahibi, Ədalət, həmin onlar bir yerdə saxlayırlar o iti. Deməli, Əhməd və iti Alaş. Bez boşda bilməm. Qardaşım, sənin adın nə idi? Abdullah. Şad oldum səndən tanış olmağıma. Əzizlərim, vurğulamaq istəyirəm ki, sarı itimiz Valkadavdır. Alaş isə 90% alabay olmaqla orada söhbətlər var, amma yenə də nəticə etibarilə, yəni itlər göz qabağındadır. Burada sual vermək istəyirəm, Əhməd, ilk baxışdan gördüyün qədər nə düşünürsən? İlk baxışdan böyük ehtimal Alaş böyük çıxacaq. Aha. Necə? Çəkidə, boyda? Çəkidə necə? ola bilər, boyda da biraz fərq eləsin. Aha. Çəkidə də, boyda. İndi görəcək də, izləyicilər özləri baxsınlar, desinlər. Bəlkə səhv. Sən nə fikirləşirsən, qardaş? Məncə də elədir. Səncə də elədir. İlkin, mən sənin itindən yüngül də olsa qorxuram. Normalda itlərdən qorxmuram. Hə, deyirsən, işləyəndir. Nə fikirləşirsən bu Məncə barədə? elə çəkidə Alaş çəkidə biraz çox olacaq. Aha. Boylar da təxminən fərq də olsa belə çox cüzi bir fərq ola bilər. Aha. Yəni 1 sm zad belə Aha. təxminən. Zaten yəni orada Hə. 1-2 santı fərqi olsa da, olmasa da, əsas odur ki, heyvanlar gözəl heyvanlardır. Ədalət, nə fikirləşirsən, Mən onu qardaşım? deyim ki, maşallah qaqaş heyvana qəşəng baxıb. Aha. Yaydır, indi iti belə çəkidə saxlamaq çox çətin məsələdir. Amma qardaş qəşəng baxıb heyvana, gərək olanı deyəsən. Sağ ol ki, itlərə belə vinimatinlisən. Qəşəng baxırsan. Boyları elə belə çıxmasın indi heç birinin necə deyim, burada hamı indi yığışmışıq. Boy 1 sm, 2 sm o boş şeydir. Bəli. Lap belə götürə boya eyni olsa da, amma çəkidə Bəli. mən də elə fikirləşirəm ki, Alaş biraz yallıdır. Çox Bəli. belə ürəyin istəyən kimi qəşəng heyvandır.
İndi biz Tırnağı bunu bərk olsun. ətraflı sübut eləmək üçün indi inşallah tərəzidə çəkəcəyik. İndi çalışacaq metrə bir dənə tapaq, dedilər burada olmalıdır. Onu tapaq. Çalışacaq ən azından yoxlayaq, ölçə bilsək. Çünki bilirsiniz də heyvan bir də göz bükülür falan. Amma maksimum dərəcədə çalışacaq şəffaf şəkildə göstərək sizə. Siz də bu qərarı verin ki, görək hansı iridir. Ən əsası bu söhbətdə məqsəd tanış olmaq idi. Əsas O da ki, yaxşı qardaşları tanış elədik, gözəl nəticə etibarilə. Heç nə, düşünürəm ki, gedək çəkək. Gedək çəkək, ölçək. Gedək. Boyunluğuna kimi. Buradan. Uluğumuna Gözlə. Buradan. Buradan. Baba buradan. Qardaşım, hı? Yəni buradan 90-dır. Ha, buradandısa denə. Buradansa. Buradandısa hə, taxta ilə də olar. 89. 89. 90 da deyir. Yo, elə 89 deyə problem yoxdur. Ha, bura çınqıllıqdır zət da ora. Hə, indi onu deyəcəyik o heç. Deməli mənim əzizlərim, Alaş bura biraz çınqıllıqdır, ora burada asfalt yoxdur. 89. 89-90, yəni 1 sm o yan bu yan ola bilər. Aha, indi gedək sarını ölçək. Bəli, bəli. Əla, əla. 10 kölgəyə çəkək. İndi sarını çəkirik. ...85 santı. 85, 89. Dediyim kimi 1 santı çınqıllıqdır deyə ola bilər. Ola bilər 85, 86 bu, 89, 90 o. 4-5 santı hardasa fərq var. İndi boyunu ölçəndən sonra gedək çəkilərini də çəkək. Çünki hava istidir və həqiqətən heyvanlar çox əziyyət çəkir. Gedək. Gedək inşallah. Gedək çəkək. Əzizlərim, indi Alaşın çəkisini ölçəcəyik. Görək neçə kiloqramdır. Gedək. Alaş gəl. Gel. Ayağımı qoyuram burada, hələ. Sen ağaçı koy ayağa koy. Ağaç. Ayağımı kaldır oradan. Biraz arxaya gəlməlidir. Qabaq İyi yerdə də. Biraz oradan gitmelidir. Ağaç tut yan. Biraz elə arxaya gəlməlidir. Yok burada değil. Hələ indi 90-dır. Burada değil. Yok hadi yan. Koy mu tuşunu? Çox oynayır. Bir ayağı yerdə ki. Bu özüm. Bu yatsın. Ağaç tut. Hadi biraz bir yana çekmeye lazım. İndi onu özünü çəkəcəm də. Hə, qabağa. Biraz çek. Yok bir yana değil. Ha çek. 90 göstərir. 90. Nasıl fark edersen? 75-78. İndi isə sarını çəkirik. Görək neçə kilodur. Burada ya. 75. 75. Hmm, 75. Evet. Bizim daha sana var. Əziz qardaşlar, deməli yekun nəticəyə gəldik. Gördünüz boylarını da, çəkilərini də, hamısını. Deməli bir daha təkrar eləyirəm. Çəkilərdə 90 kilo Alaş gəldi, Əhmədin iti. Boyda 89-90 Alaş gəldi. Çəkidə 75 kilo sarı gəldi. Deməli boyu isə 85. Boyda 85-86 sm. Buradan siz oradan vizual olaraq gördüyünüzdən bizə nəticəni siz də dəstək olun, orada göstərin, qeyd eləyin ki, sizin fikrinizdə hansı iridir. Amma bizim gəldiyimiz nəticəni mən sonda deyəcəm, qardaşlar. Yəni İlkin, nə düşünürsən? İrilik iddiasının qalibi kimi görürsən? Məncə elə Alaş. Əhməddir inşallah. Alaş.
Səncə Ədalət? Mən sənə deyim ki, Bəli. burada heç bir itin Aha. qanı pis deyil, Bəli. amma bu kişinin iti ağırdır. Bəli. Çəkisi çoxdur. Bu sözünlə Biz necədir? Bəli. Burada cəmaatı aldatma olmaz. Bəli. Hər iki heyvanın qəşəng qanı it kimi yaxşıdırlar. Amma fakt bugünkü o bizim arada olan o söhbətimiz, bəli, belə bəli, deyək də. irilik Hə, siyasi. böyüklük, çəki söhbətində maşallah qaqaş heyvana yaxşı baxıb. Yay da olsa kişinin heyvanı 90 kilo gəlib. Aha. Dırnağı bəlkə olsun. Bütün bu fikirlərlə razısan Əhməd? Razıyam. Məncə tamaşaçılar da razı olar. Təbii ki, Məncə. onu şey Ola bilər kimsə rəylərdə razı olmasın. görəcəyik, Vazmožno. rəylərdə görəcəyik. Vazmožno. Ya da orada yenə qardaşlar çıxardacaq ki, bu nə itdir? Məndə falan it var. İnşallah Ay, gözləyirik. yox, Ya ümumiyyətlə yəni- gözləyirik. İnşallah onlar da. Zdravaya da interes də Bəli, marağa çıxartma ola bəli. bilər. Yəni sən yenə hazırsan. Hə, irilik iddiası. Hə, Boyu da bildiniz, çəkini də bildiniz. 90 89-90 boy, 90 çəki. Varsa əgər sizdə ondan irisi, belə deyək, hündürü götürün, gəlin, onu da çəkək. Mənlə əlaqə qura bilərsiniz. Əlaqə nömrəm də var orada, hər bir şey də var. İndi deməli mən sizə vurğulayım ki, qardaşlar dedi ki, bilirsiniz ki, orada iddia var idi ki, iti bizim bir zarafatımız var idi ki, iti balaca olan qonaqlığı verir. Hə. Hə. Mən belə başa düşdüm ki, balaca olan verir həmin qonaqlığı. Balaca olan yox, iti boyda balaca olan. Etdi. İkinci gün inşallah ki bu məclisi təşkil eləyəcəyik. Məclisdə bir dənə də nüans var da. Bəli. Səsin düşür ora qəşəng. Yox, buyur. Hə, məclisdə bir dənə də nüans var ki, Aha. Kakraz elə sənin də ad günündür. Gör necə qəşəng təsadüf oldu. İndi səni təbrik edirik. Çox sağ olun, var olun. Mənim ad günüm sentyabrın 2-sidir. Qardaşlar Hər şey da elə üst-üstə. elə üst-üstə Okay, düşdü. okay. Mən də ad günümü sizlə qeyd edəcəm. İnşallah. Sizdən yaxşı qardaşlarla qeyd eləməyəcəm ki. Oldu, xoş oldu həqiqətən bugünkü çəkilişdə mənə. Biraz qısa olsa da siz də başa düşürsünüz ki, hava şəraiti buna müsait deyil, bizim vaxtımız var. Amma inşallah gələn çəkilişlərdə görüşənədək. Sağ olun. Salam əleykum bir daha mənim əzizlərim. Bu gün artıq 2 gün fərqlə sentyabrın 2-sidir. Söz verdiyimiz kimi belə deyək, iddianın qazanmayan tərəf qonaqlıq verir. Yığışmışıq yenə bu gözəl tanışlıq üçün. Nəysə ki, buradan sizə sözüm odur ki, əgər sizdə həqiqətən iri, güvəndiyiniz və həmin iri itin ölkədə az sayda olduğunu düşünürsünüzsə, ölçüsünə görə biz mənlə əlaqə saxlayın mütləq şəkildə və iriliyi iddiasına qoşulmaq istəyirsinizsə mənlə əlaqə saxlayın. Siz itinizi götürün, gəlin, mən sizə deyəcəm hara. Bu belə deyək, bu buraxılışdan sonra siz başa düşəcəksiniz ki, hara. İnşallah ki, orada itləri qarşılaşdıraq, görək hansımızın iti daha iridir. İnşallah ki, yəqin ki, orada da bir qonaqlıqdan gedər də söhbət. Nə? Necə? Tək iriliyi yoxdur, orada eksteryer də rol oynayır. Yəni başın forması, ayaqların düz olması, tam sinəsinin enli olması. Onların hamısı Yox, təbii ki, biz demirik ki, ayaqları biri aya, biri çaya baxan iti gətir biz burada yoxlayaq demirik də. Yox, təbii ki, yəni it həqiqətən, yəni özünü doğruldan bir iltdirsə, yəni vidi fasonu necə deyərlər, Əhməd demişkən, yəni həqiqətən güvənilir bir itdirsə, gözəl bir itdirsə, götürsünlər, gəlsinlər. Düzdür, Ədalət qardaş. Başqa bir sözün var? Başqa sözüm etmə. Səni də təbrik edirik. Ad günündür. Nə xoş oldu ki, elə ad gündə təsadüf elədi. Bizə əsas maraqlı olan odur ki, həm yaxşı dost qazandıq, bir-birimizlə salam mələkimiz bərkər inşallah. İndi əsas məsələ o iddia məsələsi idi. Kimin iti böyüdü, kimin iti ağırdı. İndi onu özün sonra nə lazımdır deyərsən, göstərərsən. Amma yeyib içməyimizin ən gözəl yeri sənin ad günündür. Səni o uşaqlar adından təbrik edirəm. Çox sağ olun. Minnətdaram. Xoşbəxt olasan. Təşəkkür edirəm, var olasınız. Əzizlərim, sizə də son sözüm, inşallah bizim videoları izləməyi unutmayın, like qoymağı unutmayın, rəylərdə də fikirlərinizi yazmağı unutmayın, zəhmət olmasa. Xudahafiz.